çəkmələr, orqanizmdə funksiyaların bərpa etməsi, orqanizmdə toxumaların bərpasını sürməkdir. Görürsünüz ki, ən vacib orqan qaraciyərdir və qaraciyərin bərpası üçün gözəl məsuldur. Sizcə, insanın ürəyi xəstə olanda ölə bilər, yoxsa qaraciyər xəstə olanda? Qaraciyər sizdən əvvəl dost olur, bütün zəhəri özünə yutur. O qədər qaraciyər zəhər deyil ki, axırda qaraciyər səndən küsür. Və Müzəlləfər Sabirin deyir, belə bir şey var. Qaraciyərindən deyir, rəngim saralmış idi, hətta deyir, bədbaxt qaraciyəri məndən küsmüş idi. Belə bir şeiri də var, haqqasını taparsın. Bu, həmin küsmüş qaraciyərlər kömək edəcək maddədir, qida əlaqəsidir. Biyoloji aktiv qida əlaqəsidir. Görsün sözlə var, biyoloji aktiv qida əlaqəsi. Rus dilində buna deyəcək, biyotapavka, biyotapavka. Çünki o sizdən elə danışmaq lazımdır. İnsanlar, bəs dərman nəyə lazım? Dərman xəstəyə lazımdır. Bəs bu nədir? Sağlam adam, sağlam yaşaması üçündür. Çində sağlamlığın qorunması proqramı var. Digər ölkələrdə isə xəstəliyin tutmasıdır.